Bilirsiniz, idxaldan daha baha nədir? İthal prosesini düzgün etməyi bilməmək. Azərbaycanda bir çox satıcılar avtomobili hərracdan qazanır. Lakin ithal prosesində xərclər yığılmağa başlayır. Dayanacaq, yəni yadda saxlama haqları, gecikmə cərimələri, gömrükdə qarışıqlıqlar və yükləmə problemləri, avtomobilin zədələnməsi və s. Bəs bu problemlər niyə yaranır? Çünki bunları heç kimsə izah etmir. PGL satıcılara və müştərilərə bütün bu mərhələləri addım-addım göstərir. Hərracda təklif verməkdən sizin həyətinizə qədər. Sadə, aydın və şəffaf şəkildə. Çünki avtomobil idxal etmək sizə gəlir gətirməlidir. Stres yox.